Dərsimiz olacaq şagird davranışının idarə olunması. İlk öncə baxırıq, burada bir neçə nəzəriyyələrimiz var. Sosial öyrənmə nəzəriyyəsi. Sosial öyrənmə nəzəriyyəsi dedikdə nə başa düşürük? İlk öncə bu qeydlərə baxaq. Deməli, deyir, əvvəlcə düşünün, uşaq vaxtı velosiped sürməyi necə öyrənmisiniz? Deməli, yəqin ki, bunun üçün sinifdə xüsusi dərslər və ya geniş təlimatlar almamısınız. Bu bacarığa yiyələnmək üçün mütləq şəkildə başqalarının velosiped sürərkən görmüsünüz və bu fəaliyyətin necə yerinə yetirilməsi ilə bağlı, deməli, sizdə təsəvvür formalaşıb və buna görə də başqalarına baxaraq öyrənmisiniz. Məhz sosial öyrənmə nəzəriyyəsi bundan ibarətdir ki, psixoloq Albert Bandor tərəfindən təqdim edilən, deməli, sosial öyrənmə nəzəriyyəsi öyrənmənin müşahidə, təqlid, baxın, müşahidə, təqlid yolu ilə baş verdiyi, diqqət, motivasiya, münasibət, emosional amillər təsirliyindən irəli sürür. Yəni, bu nəzəriyyə insanların başqalarının davranışını müşahidə və təqlid etməklə öyrənmənin baş verməsinə əsaslanır. İnsanlar yeni bir bacarıq, davranış öyrənərkən əvvəlcə həmin davranışı və ya bacarığı sərgiləyən insanı müşahidə edib, sonra onun etdiklərini təqlid edərək öyrənir. Baxın, burada bir neçə şəkillər verilib. Şəkildə müşahidədə uşaq atasına baxaraq, deməli, onun hərəkətlərini təqlid edir. Və sosial öyrənmədə budur, müşahidə vasitəsilə olan öyrənmə burada nəzərə tutulur. Burada da valideynin qışqırtıları, yoldaşın xanımına, onun da uşağına qışqırtısı və uşaq da sonda oyuncağına güc göstərməsidir ki, bu da müşahidə nəticəsində baş vermiş olur. Deməli, sosial öyrənmə nəzəriyyəsində, deməli, Banduranın əsaslı öyrənmənin 3 modeli ilə müəyyənləşmiş olur. Bu modellərimiz nədir? Birinci canlı modeldir. Yəni, canlı model digər insanları müşahidə edərək valideyni və yaxud da qardaşı, bacını, müəllimi müşahidə edərək öyrəndiklərimizdir. Simvolik model nədir? Filmdən, televizordan, YouTube-dan müşahidə edərək öyrəndikləridir. Yəni ki, görürük, uşaqlar hər hansısa bir cizgi filmin qəhrəmanı rolunda oynamaq istəyir. Hörümçək adam və s. Bunlar artıq filmlərdən, televizordan götürərək, deməli, həmin onları müşahidə edərək öyrəndikləridir. Bir də sözlü təlimat modeli var. Bu da davranışla bağlı təlimatı vasitəsilə öyrənməkdir. Yəni, davranışları kiminsə təlimat verir və ona əsasən öyrənməni baş verir. Burada isə əsas 4 dənə məqamımız qeyd edilir. Komponent olaraq biz sosial öyrənmə, yəni müşahidə vasitəsilə öyrənməmiz necə həyata keçirilir? Gördüyünüz kimi burada verilibdir diqqət, saxlama, reproduksiya və motivasiya. Diqqət bilirik ki, öyrənmək üçün müşahidə edərək diqqət lazımdır ki, həmən öyrənməni diqqətlə yaddaşımızda saxlamaq. Bax, saxlayırıq. Artıq burada diqqətlə yaddaşımızda saxlamaq nəzərdə tutulur. Reproduksiya tətbiq etməkdir. Artıq bu hərəkətləri müşahidə etdikdən sonra, yadda saxladıqdan, yəni diqqət edib yadda saxladıqdan sonra onu tətbiq edirik. Motivasiya nədir? Motivasiya isə artıq bir kimsə tərəfindən, məsəl üçün, kimisə tərifləyirik, sinifdə yaxşı oxuyan uşaq varsa, o təriflənirsə, digər uşaqlar da ona baxaraq, motivasiya olaraq yaxşı oxumaq istəyir. Bu da müşahidənin nəticəsinə aid edilir. Və yaxud da ki, motivasiya. Görürük, dərsə belə deyək də, vaxtında gəlməyən, nadişlik eləyən hər hansısa bir uşaq varsa, ona cəza tətbiq ediriksə, uşaqlar cəzaya görə müşahidə edir ki, ona cəza verir və belə deyək də, vaxtında dərsə gecikmədən, dərslərində iştirak edir. Bunun özü də deməli, müşahidə nəticəsində olanlardır. Deməli, əsas neçə oldu? Komponent 4. Diqqət, saxlama, reproduksiya, bir də motivasiya. Bu, qısa olaraq bizim, deməli, sosial öyrənməmiz idi. Yadımızda qalsın, sosial öyrənmə nəzəriyyəsi müşahidə, deməli, nəticəsində həyata keçirilmişdir. Bir də sosial öyrənmə nəzəriyyəsini belə deyək də təqdim edən Albert Bandura olmuşdur.
İndi isə baxırıq biz operant şərtlənmə nəzəriyyəsinə. Operant şərtlənmə nəzəriyyəsi də Behavior tərəfindən irəli sürülmüşdür. Burada necədir? Operant behavior görə nədir? Behavior davranışın xarici stimul operant şərtlərindən asılı olaraq deməli baş verdiyini və fərdi daxili mental, zehni vəziyyəti nəzərə almadan da izah etmək olar. Yəni ki, biz xarici stimullar vasitəsilə şagirdləri dəyişdirə bilərik. Onları belə deyək də mənfi nəticələri varsa onlara cəza verərək və yaxud da ki, müsbət nəticələri varsa onları biz belə deyək də mükafatlandıraraq şagirdləri xarici, yəni stimul vasitəsilə davranışlarını dəyişə bilərik. Baxa bilərsiniz, burada birinci şəkildə şagird nailiyyət qazandığına görə valideyni ona hər hansısa bir hədiyyə verir. Burada bax, xarici stimul tərəfindən verərək onları həvəsləndirmiş oluruq oxumağa. Digər tərəfdə isə valideyn uşağın əlindən telefonu alır. Bu da deməli xarici tərəfdən də belə deyək, xarici belə deyək bizə təsir edir ki, onu yeni belə deyək də hər hansısa bir şeyə istiqamətləndirə bilirik. Cəza verərək doğru yola belə deyək, çəkə bilərik. Baxın, behaviorin deməli operant şərtlənməsi də budur və cədvəlin içərisində operant şərtlənmədə nələr veribdir. Yadınızda qalsın bir də əsas xarici stimul. Operant şərtlənmədə xarici stimul şərtdir və ona görə də operant şərtlənmə nəzəriyyəsini burada cədvəlin içərisində aydın şəkildə verilmişdir. Baxırıq, deyir mükafatlandırılma və stimullaşdırma. Bir hissədə isə cəzalandırma yazılıbdır. Deməli, baxırıq, pozitiv gücləndirmə, negativ gücləndirmə, pozitiv cəzalandırma, negativ cəzalandırma. Biz belə deyək də, pozitiv gücləndirəndə şagirdə nəsə veririk, əlavə edirik. Pozitiv cəzalandırmanın özü də nələrsə əldə etməkdir. Amma negativ, yəni mənfi gücləndiricidə, negativ cəzada şagirddən nələrsə almış oluruq. Gəlin, indi bunlara diqqətlə nəzər salaq. Deməli, pozitiv gücləndirici deyir. Arzu olunan davranışın deyir, gücləndirmək üçün nə isə əlavə edirik burada. Tapşırıqları deyir, məsuliyyətlə yerinə yetirən şagirdi tərifləmək. Artıq tapşırıqları yerinə yetiribsə bunu təriflədik. Şagirdə nələrsə əlavə etdik. Arzu olunan davranışına görə şagirdin valideyninə pozitiv məzmunlu, gündəlik, WhatsApp və s. üzərindən mesajlar göndəririk. Burada deməli şagirdlərə də əldə nəsə etdilər, əlavə olundu. Aktiv şagirdin potensialını reallaşdırmaq üçün ona məsuliyyət və ya öhdəlik vermək. Yarım ilin sonunda akademik nailiyyətlərin, sosial bacarıqların yüksək olan şagirdləri tərtib etmək, sertifikat, təşəkkürnamə ilə və bütün bunlar şagirdlər üçün nələrsə əlavə edilməsidir. Bu pozitiv gücləndirmədir. Bir də pozitiv cəzalandırmada da arzu olunan davranışı azaltmaq üçün nələrsə əlavə edilir. Bu necə tətbiq edilir? Deyir, sinif qaydalarına əməl etmədiyin deməli, sinif qaydalarına əməl etmədiyi halda şagirdi tənəffüsdə qaydalara oxutmaq. Bax, burada neynədik? Gecikibdir tənəffüsdə, ancaq biz neynirik? Ona nələrsə əlavə edirik də, qaydaları oxuduruq. Bunun xeyrinə bir iş görürük. Davamlı olaraq dərsə gecikdiyini halda valideynə zəng etmək. Bunun özü də belə deyək də davamlı olaraq gecikir və valideynə zəng ediriksə, burada da nələrsə əlavə edilir. Ev tapşırığını vaxtında təhvil vermədikdə dərsdən sonra sinifdə saxlayıb ev tapşırığını etdirmək. Bu da pozitiv cəzalandırmaya aiddir. Sinifdə davranış pozuntusu sərgiləyən şagirdlər dərsdən sonra doğru davranış üçün vacib olduğun uzun müzakirəni təşkil etmək. Deməli, bu cür cəzalar, pozitiv cəzalar şagirdlərdə arzu olunmayan davranışı azaltmaq üçün onlara nəyinsə əlavə edilməsidir. İndi isə baxırıq, deməli, negativ, mənfi olan gücləndiricidən ki, burada şagirdlərə güzəştə gedilir, nəsə onlardan çıxarılır.
Baxırıq, deməli, deyir, tapşırıqları vaxtında yerinə yetirən şagirdə əlavə tapşırıqlardan azad edək. Nə oldu? Əlindən nələrsə aldıq. Əlavə tapşırıqları aldıq vaxtında etdiyinə görə. Çalışqan şagirdlərin tapşırıqları təhvil verilmə vaxtından güzəştə getmək. Artıq burada gördük ki, vaxtında yerinə yetirir, onlara etməsələr də güzəştə gedirik. Burada da şagirdin əlindən artıq nələrsə çıxır. İl ərzində akademik nailiyyətləri yüksək olan şagirdi yarq tapşırıqlarından azad etmək. Artıq əllərindən nəsə çıxmış oldu, azad etdik. Arzu olunan davranışı sərgiləyən şagirdi sevmədiyi tədbirlərdən azad etmək. Və bunlar oldu negativ gücləndirmək, yəni şagirdlərin əlindən sanki nələrsə aldıq. İndi isə baxılır negativ cəzalandırma. Arzu olunmayan davranışı azaltmaq üçün nəsə güzəştə gedilir, burada da çıxarılır. Sinif qaydalarına əməl etmədiyi üçün şagirdi tənəffüsə çıxmağa icazə verməmək. Artıq burada neynədik? Şagirdin haqqını əlindən almış olduq, çıxarıldı. Negativ cəzadır. Sinif yoldaşları ilə yola getməyən şagirdi ekskursiyaya getməkdən məhrum etdik. Əlindən nələrsə alındı. Tapşırıqları vaxtında yerinə yetirməyən şagirdin sosial tədbirlərə cəlb etməmək, dərs zamanı nizam-intizam pozan şagirdlərə qoşulmaq istədiyi layihəyə qoşulmağa icazə verməmək. Baxın, bunlar deməli şagirdlərin əllərindən nə isə çıxarılır. Digərində isə pozitiv cəzalandırma ilə pozitiv gücləndirmədə şagirdlərin nəsə fəaliyyətinə artımlar edilmiş oldu. Deməli, operativ şərtlənməyə görə behavior deyir ki, xarici stimul şərtdir ki, şagirdlərdə belə deyək də davranışları dəyişdirmiş olur. İndi isə müəllimlər baxırıq seçim nəzəriyyəsinə. Seçim nəzəriyyəsi nədir? Seçim nəzəriyyəsi isə behavior nəzəriyyəsindən əksidir. Yəni operativ şərtlənməni kənardan gələn stimul, davranış dəyişə biliriksə, ancaq seçim nəzəriyyəsində deyilir ki, davranış, deməli, fərdi tərəfdən hisslər və ehtiyaclar əsasında etdiyi seçimi vurğulayaraq, bax, deməli, xarici şərait tərəfindən müəyyən edilmədiyi, idarə olunmadığı mülahizə edilir. Bir başqa sözlə, bir fərdin sosial mühitinin tələblərinə necə cavab verəcəyini müəyyən etmə qüvvəsi deməli öz daxilindəndir. Yəni daxildən olaraq şagirdlər özləri belə deyək də seçim edərək özlərini davranışlarını düzəldə bilərlər ki, təbii ki də bunda əsas rolu müəllim, valideyn oynayır ki, onların daxili seçimlərini deməli müəyyənləşdirib tətbiq edə bilərlər. Deyir, sinif intizam və idarəetmə sistemi mövcudu aşağıdakı məqsədlər üçün faydalıdır. Öyrənmənin inkişaf etdirdiyi, dəyərləndirdiyi və səmərəli şəkildə həyata keçirdiyi mühit yaratmaq, şagirdlərdə özünü tənzimləmə, özünü nəzarət bacarıqlarını inkişaf etdirmək və bu məqsədə nail olmaq üçün elmi cəhətdən sınanmış, təsdiqlənmiş nəzəriyyələrdən seçim nəzəriyyəsindən istifadə etməkdir. Deməli, seçim nəzəriyyəsi necə oldu? Başqa sözlə dedikdə bir fərd qeyd edir ki, uşağı sıxmayaraq, cəzalandırmayaraq onların seçimlərinin özlərinin etməsi lazımdır. Bax, seçim nəzəriyyəsi 5 əsas ehtiyac var. Burada 5 əsas ehtiyacımız hansılardır? Bu ehtiyacları biz ödəyəriksə, şagirdlərini düzgün formada, belə deyək də, formalaşmasına gətirib çıxarda bilərik. Bax, sağlam qalma. İlk öncə baxırıq sağlam qalma. Sağlam qalma dedikdə nə başa düşürük? Bu, təbii ehtiyaclar, yemək, su, hava, bunlar aid edilir ki, bunlar bizim təbii ehtiyaclarımızdır. Və məsəl üçün, belə deyək də, uşaq acıbsa, istər-istəməz neyəcək? Davranışında pozuntusu görsənəcəkdir ki, bu da sinifdə baş
başlayacaq hər hansısa bir hərəkətlər etməyə. Bunu da biz neynəməliyik? Ehtiyacın ödəməliyik ki, şagirddə bu davranışlar baş verməsin. Heç ac olmağı qoyaq kənara, hava. Sinif havasızdırsa, şagird istər-istəməz havasız otaqda sıxıla bilər. Havasız otaqda sıxıldığı zaman da öz davranışlarını itirmiş olur. Bunun üçün müəllimin öhdəliyinə bu düşür ki, müəllim sinifi havalandırsın və şagirdin ehtiyacın qarşılasın ki, belə deyək də, hava eləməklə, düzgün formada şagirdlərə sinif otağında şərait qurmaqla şagirdlərdə uğursuz, belə deyək də, özlərini idarə etmə bacarığı baş verməsin. Özlərini, yəni, idarə etməyi bacarsınlar. Sevgi, mənsubiyyət nədir? İkinciyə baxırıq. Sevgi, mənsubiyyətdir. Hər bir şagirdin əlbəttə sevgiyə ehtiyacı var. Uşaq nə istəyir? Müəllimdən diqqət, sevgi əlbəttə görmək istəyir. Burada artıq biz şagirdlərimizə düzgün şəkildə onlara sevgi, istək, diqqət yetirəriksə, onlarda da davranış prinsipləri baş verməz. Üçüncü, güc. Güc nədir? Deməli, güc ehtiyacı təbii ki, fiziki yox, iradi gücdən burada söhbət gedir. Hər bir şagird özünü güclü hesab etmək istəyir. Və sinifdə baxırıq ki, güclü şagirdlər ən çox kim hesab olunur? Yaxşı oxuyanlar, akademik nailiyyətləri yüksək olanlar ki, müəllim onlarla daha çox məşğul olur, onları daha çox tərifləyir. Digər şagirdlər isə artıq özlərini gücsüz hesab etdirlər və güclərini neynirlər bu zaman? Hərəkətlərinlə ifadə etməyə başlayırlar. Məsəl üçün, sinifdə kimisə vurur, başqalarına üstünə gedir ki, yəni mən də güclüyəm. Bu formada onda nə baş verir? Davranış pozuntusu baş verir. Bunun qarşısını almaq üçün müəllim şagirdlər arasında müqayisə qoymamalı, bərabər imkanları tanımalıdır. Azadlıq nədir? Azadlıq da ehtiyacı hər bir insanın azad, sərbəst olmaq istəyir. Deyir, seçim imkanlarının verilməsində, misal üçün, şagird öyrənmə prosesində seçim verilir. Onların necə formada öyrənirlər? Biri dərsi, məsələn, biz diferensial yanaşmada keçmişdik. Şagirdlər eləsi var ki, belə deyək də, kinestik olaraq daha yaxşı oxuyur. Eləsi var, məqalə yazaraq dərsi esse formasında təqdim etməyə xoşlayır və bunları azad olaraq istəklərinə uyğun dərsimizi keçəriksə, şagirdlərdə də davranış pozuntusu baş verməz. Sonda 5-ci komponentimiz isə əyləncədir. Əyləcə dedikdə nə başa düşürük? Əyləncədə sinifdə elə bir mühit qurmaq lazımdır ki, şagirdlər həm əylənə bilsin, həm də belə deyək də dərslərində məşğul ola bilsin dərsləri ilə. Burada da biz şagirdlərə hansısa interaktiv oyunlardır, dərs zamanı rol oyunlarıdır. Bundan istifadə edəriksə, dərs də əlbəttə şagirdlərə əyləncəli gələrək şagirdlərin davranışının, deməli, pozulmasının qarşısını ala bilərik. Məhz bütün bunları düzgün formada biz, belə deyək də, sinifdə bunları tətbiq edərsə, şagird ehtiyaclarının ödənilməsi şagirdlərin davranışını da tənzimlənməsinə gətirib çıxardacaqdır. Deməli, seçim nəzəriyyəsi də bir oldu. İndi isə əməkdaşlıq və proaktiv həllər nəzəriyyəsi var. Bu, asan və qısadır. Bunu da nəzər salaq. Deməli, şagird deyir davranışının idarə edilməsi ilə bağlı müxtəlif yanaşmalardan biri də Doktor Roskirinin əməkdaşlıq proaktiv həldir. Davranış, problem yaşayan şagirdlərlə deyir, işləmək çətindir. Bəzən bu şagirdlər valideynləri və müəllimlərin nə edəcəklərini, onlarla necə davranacaqlarını bilmirlər. Bu sahə üzrə ixtisaslaşmış Doktor Roskirinin yanaşmasına görə şagirdlərin davranışlarının problemi iki səbəbdən qaynaqlanır. Gəlin bu səbəblərə baxaq. Birinci səbəbimiz nədir? Tələb olunan bacarıqları lazımı səviyyədə olmaması, bir də həll edilməmiş problemlər. Yəni, şagirdlərin lazımı səviyyədə bacarıqlarını onların tələb etdiklərini etmədikdə əlbəttə burada problem baş verir.
Həll edilməmiş problemlər də şagirdləri deməli pis davranışlarına gətirib çıxardır, mənfi deyək. Bunun üçün də nə etmək lazımdır? Əlbəttə sinifdə əməkdaşlıq qurmaq, proaktiv həllərlə yanaşmağın, uşağın perspektivi dərk etməyinə, problemi müəyyənləşdirməyə və həll yollarını tapmaq üçün onlarla birgə işləməyin vacibliyini vurğulayan bu yanaşmada 3 əsas addım var. Yəni biz şagirdlərlə əməkdaşlıq edəriksə, onlarla birlikdə problemlərini də müəyyən edib həll edə bilərik. Baxın, deməli əməkdaşlıq və proaktiv nəzəriyyəsi bu deməkdir. 3 dənə əsas addımımız var. Bunlar hansılardır? Empatiya deyir, qurun, problemi müəyyənləşdirin, bir də əməkdaşlıq. Əlbəttə, uşaqlarla empatiya quraraq, onları başa düşdüyümüzü göstərəriksə, sonra onlar da problemini bizə deyə bilər, danışa bilər. Bu zaman biz onların problemini də müəyyənləşdirə bilirik və 3-cü addım isə onlarla əməkdaşlıq edib, problemi müəyyənləşdirib və onların problemini həll etmiş oluruq. Bunun üçün də sinifdə əməkdaşlıq əsas məqamlardan biri kimi qeyd edilmişdir. Digər nəzəriyyəmiz isə sosial intizam modelidir. Bu model ən çox psixologiya, belə deyək də, elmi ilə çox əlaqəlidir. Sosial deməli intizam modeli necədir? Deyir, Avstraliyalı psixiatr və pedaqoq Rudolf Dreikurs şagirdlərin davranışları üzərində tədqiqatlar aparmışdır. O, uşaqlarda xoşagəlməz davranışın məqsədlərini başa düşmək və doğru yanaşmanı tətbiq etmək üçün praqmatik metod işləyib hazırlamışdır. Sosial intizam modeli adlanan bu metodika cəza və ya mükafatlama olmadan əməkdaşlıq, bu da gördüyünüz kimi əməkdaşlıq kimi elə eynidir, davranışı stimullaşdırmağı təklif edir. Şagirdləri ağlabatan şəkildə əməkdaşlığa yönəltmək metodunun əsas məqsədidir. İnsanların deyir, hamısı sosial qrupa aid olmağa və qəbul olunmağa ehtiyacı var. Rudolf Dreikurs insanın pis davranışının əsas səbəbini sosial qrupa aid olmama hissi ilə əlaqələndirir. Şagird özünü qəbul etdirə bilmədikdə onda mənfi davranış nümunəsi müşahidə olunmağa başlayır. Bütün bu mənfi davranış da uşağın özünə yer tapmamaq və status qazanmaq ilə bağlı səhv fərziyyənin subyektiv qənaətinin nəticəsidir. Bu baş verdikdə də uşaq 4 səhv məqsəddən biri üzrə hərəkət edə bilər. Səhv məqsədlərimiz hansılardır? Bu zaman uşaqlar özlərini, yəni sinifdə bir hissə hiss etmirlərsə, insanlardan kənar hiss edirlərsə, baxın, bu səhv məqsədə düşürlər. Diqqətli cəlb etməmək, deməli, güc nümayiş etdirmək, qisas almaq, çarəsizlik hissi və imtina. Baxırıq, diqqəti cəlb etməmək nədir? Deyir, uşağın məqsədi. Diqqəti cəlb etmək. Yəni, uşağın məqsədi burada nədir? Başqalarını, müəllimin və yoldaşlarını məşğul etməklə onlarda xüsusi dağı göstərmək. Və burada uşaq diqqətdən artıq kənarda qalırsa, onun məqsədi onun istəyir ki, hər kəsin diqqəti onda olsun. Məsəl üçün, müəllimə tez-tez suallar verir, yoldaşlarına sual verir ki, diqqət çəksin. Uşağın inamı, ikinci olaraq, deməli, uşağın inamı. Mən deyir, yalnız diqqət çəkəndə və ya xüsusi qayğı görəndə özümə aid hesab edirəm. Mən yalnız sənin mənimlə məşğul etdiyin zaman önəmliyəm. Baxın, bu zaman diqqəti uşaq özünə çəkmiş olur. Burada uşaqda gizli mesaj var. Yəni, mən diqqət yetirim, mənə cəlb edin, qoşulmaq istəyirəm. Bu davranışın qarşısını almaq üçün nə etmək olar? Həll yolları. Diqqəti minimuma endirmək, yəni burada görürük ki, diqqət üçün şagird nələrsə edir, belə deyək də, özünü başqa cür aparır, şuluqluq edir. Bu zaman nə edirik? Minimuma endirmək üçün davranışa məhəl qoymayın deyir. Yaxınlıqda durun, qeydlər uşağı üçün götürün. Sonra şagirdin diqqətini yayındırın, fəaliyyətini dəyişdirin, sual verən və ya jest edin uşaqlara. Uyğun davranışı dəstəkləyin, təşəkkür edin, təbrik stikeri edin.
Sonra şagirdi hərəkət etdirən, şagirddən başqa oturacaqda oturmasını xahiş edin və şagirdə düşüncə kreslosuna göndərin. Yəni ki, şagirdləri göndərir ki, özləri haqqında düşünsünlər. Bax, həll yolu kimi bunlardan istifadə edərək şagirdin səhv məqsədini aradan qaldıra bilərik. Burada şagird bir çox hərəkətlər edəcək ki, özünü diqqət mərkəzində olsun. Kənar hiss etdiyinə görə olur bunların da hamısı. Ona görə də həll yolları olaraq bunlardan istifadə etmək olar. Güc nümayiş etdirmək ilə bayaq dediyimiz kimi buradakı ilə eyni kimi gedir. Deyir, uşağın məqsədi güc nümayiş etdirməklə nüfuzu qazanmağa çalışmaqdır. Yəni ki, kimisə vurur və yaxud da sinifdə dağıdır ki, burada özünə nüfuz qazandırsın. Uşağın deyir inancı, mən yalnız deyir nüfuzlu olduğum və vəziyyətə nəzarət etdiyim və heç kimin mənim üzərimdə nüfuza sahib ola bilməyəcəyini sübut etdiyim zamanı özümü mənsub hesab edirəm. Gizli mesaj gəlir, mənə kömək edin, mən seçimlər verin, özümü bacarıqlı hiss etmək istəyirəm. Yəni, uşaq əgər bacarıqlı deyilsə, burada artıq bacarığını güclə göstərmiş olacaqdır. Bunun üçün də uşağa uyğun ilk öncə müəllim bacarığının nə olduğunu müəyyənləşdirməlidir ki, bu cür deməli güc nümayişləri şagird göstərməsin. Burada nə edirik? Şagird hərəkətlərinə məhdudiyyət qoya bilmirsə, başqalarına belə deyək də vurursa, sinifdə nəsə nadiçlik edirsə, soyuqqanlığı qoruyuruq, gərginliyə qarşı durmadan yayının deyir. Davranışları ilə mütləq razılaşmadan perspektivlərini, hisslərini və narahatlıqlarını tanıyın. Bu, onların hərəkətlərindən uyğun olmasa belə hörmət və empatiya göstərmək üsuludur. Time-outdan istifadə edin, yəni time-out vaxt verin. Fərdi söhbət edin uşaqla, fərdi söhbətdə buna belə deyək də yaxşı nəticə göstərir. Bir də dağıdıcı davranışın nəticələrini aydın şəkildə təsəvvür edin, ədalətli və ardıcıl olun. Nəticələrin yalnız yanlış davranışla bağlı olmasını təmin edin. Deməli, digər məsələ isə qisas almaqdır. Qisas almaq da elə məhz güc almaq kimidir ki, nəsə görürük ki, bizə də burada güc göstəririk. Onu kimsə bizə nəsə desə, onun əvəzini çıxmaq, uşağın məqsədi kimlənsə əvəz çıxmaq, onu vurmaq. Uşağın inancı özümü deyir incinəndən başqalarını da incidirəm. Mən bəyənilən deməli və sevilə bilmirəm. Deməli, uşaq burada ona qarşı diqqətsizlik görüb, sevilmədiyini gördüyünə görə onlar başqalarından əvəz çıxmaq istəyir və güc göstərir. Elə bu da güclə bir-biri ilə əlaqəli olandır. Gizli mesaj var burada əslində uşaqda. Müəllim bunu aydınlaşdırmalıdır. Mənə kömək et, incimişəm, hisslərimi qəbul et, məni sayılmadığımı hiss etmək istəyirəm, sayıldığımı. Burada da deyir, güc nümayişdəki kimi deməli addımlardan istifadə edərək həll yolunu tapa bilərik. Çarəsizlik hissi və imtina. Burada nədir? Artıq uşaq yorulur, çarəsiz qalır və hər şeydən imtina etmiş olur. Uşağın məqsədi təslim olmaq və tək qalmaq. Uşağın inancı, mən qeyri-kamil olduğu üçün aid ola bilmirəm. Ona görə də başqalarının məndə heç nə gözləməyinin inandırmayacağam. Mən acizəm və bacarmıram. Çalışmağımın faydası yoxdur, çünki müsbət nəticəyə təsiri yoxdur. Burada əslində gizli mesaj var. Görək bu nədir? Mən öhdəsindən gələ bilməyəcəyim kiçik addımlar göstərin. Uğurlarımı vurğulayın, özümün olduğum kimi qəbul etməliyəm, cəsarətlənməyə ehtiyacım var. Bu bizim gizli mesajımızdır, həll yolları. Təlim metodlarını dəyişə bilərik həmən uşaqlar üçün. Hər dəfə bir addım öyrədə bilərik. Ola bilsin ki, uşağın zehni cəhətdən çox zəifdir. Ona qısa-qısa hissə ilə dərsi verərik ki, heç olmasa o da nəsə bacarsın. Fərdi dəstək göstərə bilərik. Uşağın özünə müsbət təlqin etməyə öyrədə bilərik. Bir də səhvlərdən doğru nəticə çıxarmağı təmin edə bilərik. Bu da oldu bizim deməli sosial intizam modeli. Sonuncu deməli nəzəriyyəmizə baxırıq. Burada da stimul
cavab nəzəriyyəsidir stimula. Bu necə nəzəriyyədir? Bu da elə öyrənmənin öyrənilməsində əsas anlayışlardan biri Trondayk tərəfindən təklif olunan prinsiplərin icmalıdır. Trondayk nəzəriyyəsi öyrənmənin cavab stimulu arasında əlaqə vasitəsilə baş verməsi prinsipinə əsaslanır. Deməli, Trondayka görə öyrənmə stimul və cavab arasında əlaqənin möhkəmlənməsinin nəticəsidir. Cavab nə qədər gücləndirilərsə, reaksiya, stimul arasında əlaqə bir o qədər möhkəm olar. Bu gücləndirmə müsbət və mənfi ola bilər və gələcəkdə müəyyən bir cavabın olma ehtimalını artıra və ya azalda bilər. Əsas prinsipləri var, təsir qanunu və burada əsas nə deyir? Məsəl üçün, uşaqları stimul verməliyik. Onlara düzgün şəkildə, konstruktiv şəkildə rəy verməliyik ki, uşaqlar həvəsləndirək. Və bu stimul nəzəriyyəsi bunu demək istəyir. Birinci komponentlərdən biri əsas prinsiplərdən təsir qanunudur. Deyir, müsbət nəticələrdən sonra gələn cavabların təkrarlama ehtimalı daha yüksəkdir. Mənfi nəticənin ardınca gələn cavabların təkrarlama ehtimalı da azdır. Yəni ki, uşaq səhv yazıbsa da onun səhvinə əslində çalışıb da ona da rəy verərək fəaliyyətini stimullaşdıra bilərik. Bu bunun təsiridir. Şagirdin bildə dediyimiz kimi özünə, şəxsinə görə yox, fəaliyyətinə görə tərifləyirik. Daha sonra deməli hazırlıq qanunu var. Hazırlıq qanunu öyrənmə o zaman deyir təsirli olur ki, şagird öyrənməyə hazırdır və buna həvəslidir. Yəni ki, biz şagirdləri öyrənməyə hazırlamalı və həvəsləndirməliyik stimul verərək. Məşq qanunu öyrənmə təkrar və məşq yolu ilə baş verir. Dördüncü isə prinsipimiz çoxsaylı reaksiyalar qanunu verilmiş deyir stimula tez-tez çoxsaylı reaksiyalar verir və öyrənmə müvafiq reaksiya ilə stimul arasında əlaqəni gücləndirməsi ilə baş verir. Yəni biz şagirdlərə çoxsaylı düzgün formada rəylər verəriksə, tez-tez onlara diqqət yetirib fəaliyyətlərinə stimul verəriksə, şagirdlərin fəaliyyətlərini də bu da stimullaşdırıb gücləndirmiş oluruq.